Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala rasulihil emin seyyidina Muhammed. Allahümme salli ala ve ali Muhammed ve ala ahihi ve vezirihi ve vesiyyihi Ali ibn Abi Talib aleyhisselam ve ala bintihi ve gurrate aynih Fatıme Zehra seyyideten nisa'il alemin aleyhisselam ve ala'l Hasani vel Hüseyin aleyhisselam ve ala Ali ibn Hüseyin aleyhisselam ve ala Muhammed ibn Ali aleyhisselam ve ala Cafer ibn Muhammed aleyhisselam ve ala Musa ibn Cafer aleyhisselam ve ala Ali ibn Musa aleyhisselam ve ala Muhammed ibn Ali aleyhisselam ve ala Ali ibn Muhammed aleyhisselam ve ala Hasan ibn Ali aleyhisselam ve ala hüccetil qaimel mehdim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accil feracehu ve ansur men nasarahu. Allahümme ehlik men a'da'ah. Allahümme ighfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat. Usikum ve nefsi bi takvallah. Sizə və özümə ilahi təqvanı tövsiyə edirəm. Yenə də qeyd edeyim ki, Əhl-i Beyt əleyhissalam təqvalı olmağa çox diqqət ediblər. Buyurublar ki, müminin ən böyük zinəti, müminin ən böyük bəzəyi günahdan çəkinməyi, günahdan özünü qorumağıdır. İmam Sadiq əleyhissalamdan da bu məzmunda bayaq bir ki, hədis qeyd elədik. İstəyirəm bu xutbəmizdə həmin hədisin bəzi nöqtələrinə toxunam. İmam Sadiq əleyhissalam buyururdu ki, biz bir şəxsi mümin hesab edirik ta o vaxtı ki, bizim bütün əmrlərimizə tabi olub, onları istəsin. Təkcə yəni bununla mümin hesab eləmirik. Buyurur ki, bilin və agah olun ki, biz yəni o vaxtı bir insanı mümin hesab eləyirik ki, bizim əmrlərimizə tabi olmaq və onları istəməklə bərabər onda vərə olsun, yəni ki, günahdan çəkinməkli olsun, özünü günahdan qorumaqlıq olsun. Və buyurur ki, elə isə günahdan çəkinmək ilə özünüzü zinətləndirin ki, Allah sizə rəhm eləsin. Hədisin kəlamın davamında buyurur ki, düşmənlərimizi də bu günahdan çəkinmə xüsusiyyəti ilə əziyyətə salın. Özünüzü belə izzətləndirin. Bu hədis İmam əleyhissalamın baxışında həqiqi imanın necə olmağını bəyan edən hədislərdən biridir. Diqqət eləsəz, diqqətlə görəcəyik ki, bu hədis həqiqi iman necə olmalıdır? Quran-ı Kərimdə iman barəsində nə qədər ayələr var? Nə qədər yerdə Allah Taala müraciət edir, ya eyyuhəllezine amanu, ey iman gətirənlər. Görəsən, ey iman gətirənlər deyəndə ümumi mənada kimi nəzərdə tutur? Və yaxud da ki, iman gətirməyin, o imanın nişanələri nədir? Əlamətləri hansılardır? Görəsən, o ya eyyuhəllezine amanu ifadəsi bütün iman gətirənlərə şamildir, yoxsa şamil deyil? Yəni, bu iman kəlməsinin şərhə ehtiyacı var, açıqlanmağa ehtiyacı var. İmam əleyhissalamın hədis kəlamına müraciət eləyəndə baxıb görür ki, İmam əleyhissalamın baxışında, yəni onun belə deyək kəlamında həqiqi imanın sadəcə zahirən əməllərdən və sözlərdən ibarət olmadığı görünür. İmam əleyhissalam buyurur ki, vara'dan ibarətdir. Yəni ki,
Günahdan bir nişanəsi də günahdan çəkinməklikdir. İnsanın özünü günahdan çəkindirməyidir. Yəni İmam əleyhissalam buyurur ki, günahdan çəkinən insanlar, əslində günahdan çəkilən insanlar, o şəxslər ki, iddia edirlər, mən Peyğəmbər Əhl-i Beytinin vilayətini qəbul edirəm, onların Peyğəmbər Əhl-i Beytinin dostlarındanam, onların vilayətinin məhəbbətini qəlbimdə daşıyanlardanam. İmam buyurur ki, bunun əlaməti budur ki, bizim əmrlərimizə tabi olmaqla bərabər, bizim əmrlərimizi istəməklə bərabər, yəni bir şəriətin hökmlərinə əməl eləməklə bərabər, həm də səndə günahdan çəkinməli olmalı, özü günahdan qorunmalısan. Bəzən insan özün mömin hesab eləyir. Yəni qıraqdan baxanda kimdən soruşsan, insan deyər, hamı deyər ki, mən iman sahibiyəm. Elhamdülillah ki, yəni biz də iman da gətirmişik. Allaha iman da gətirmişik. Belə bir iddiamız da yoxdur ki, iman sahibi deyilik. Amma söhbət budur ki, vaqiiyyətdən söhbət gedir. Yəni Allah yanındakı olan imandan söhbət gedir ki, yəni bunu Allaha ərz eləmək olar yoxsa yox. Allaha təqdim eləyə bilərsən bu imanı. Və yaxud da Allaha təqdim ediləsi bir imandır. Allaha təqdim ediləndə bu iman, qəlbdə olan bu iman, Allaha təqdim edilərsə, görəsən bunu o iman sayacaq yoxsa saymayacaq? Bu məsələyə diqqət eləmək lazımdır. Onun üçün də məsələ insanın mən iman gətirmişəm deməyi ilə başa çatmır. Quran-ı Kərimdə də ayəsi var bunun. Deyir, ərəblər dedilər ki, amənna, biz iman gətirmişik. Allah Peyğəmbər buyurur ki, onlara deyin ki, yox, desinlər ki, biz İslamı qəbul eləmişik. Hələ iman onların qəlblərinə daxil olmayıb. Yəni, iman mövzusunun incəlikləri var, dərinlikləri var. Müəyyən nöqtələri var. Onun üçün də İmam Sadiq əleyhissalam buyurur ki, yəni, həqiqi iman yalnız dinin, dindarın, möminin, bəndənin inanıram deməyi ilə olmaz. Həqiqi mömin Əhl-i Beytin əmrinə itaat eləməklə bərabər özü, yəni sevə-sevə, canı könüldən, qəlbdən, günahdan çəkinən mömin olmalıdır. Bunu icra eləməyə çalışmalıdır. Çətindir belə olmaq. Çətindir belə olmaq. Amma mümkünsüz deyil. Yəni günahdan çəkinmək çətindir. Çünki nəzərə alsan ki, bədən fiziki bir bədəndir, maddədən ibarətdir və maddədən ibarət olan bir aləmdə də yaşayırıq. Ətrafımızı maddə əhatə eləyib, müəyyən günahlar, müəyyən mənzərələr, müəyyən şeylər bizi əhatə edib. Bəli, günahdan indi olduğumuz bu zamanda çəkinmək çətin söhbətdir, çətindir. Amma mümkünsüz deyil. Mümkünsüz deyil. Yəni, mümkünsüz olduğunu əgər qəbul eləsək, nəuzubillah, Allah Taalanı bəndələrə zülm eləməkdə ittiham eləməli olmalıyıq onda gərək. Çünki Allah Taala bizi mümkün olmayan işlə vəzifələndirir. Boynumuza gücümüz çatmayacaq işi qoyub ki, bu işi eləyin. Amma özü də bilir ki, bizim gücümüz çatan deyil. Allah Taala adildir. Adillikdə, ədalətli olmaqda və mərhəmətlilikdə heç kəs ona tay ola bilməz. Əgər bir insana baxıb deyirsənsə ki, bu adildir, adillərin adilidir, mərhəmətlilərin mərhəmətlisidir, bu baxımdan belə, yəni heç kəs Allah Taala ilə müqayisə oluna bilməz. Allah Taala heç bir bəndəyə zülm eləyən deyil. Ona görə də çətin olsa da mümkündür. Bu yolla getmək mümkündür. Necə ki, Peyğəmbərlər belə olublar, imamlar belə olublar. Onların yolu ilə gedən, Peyğəmbər və əimmi ətharın yolu ilə gedən möminlər olublar ki, canları ilə hər cəhətdən Peyğəmbər və Ali Peyğəmbərin yoluna sadiq qalıblar. Peyğəmbər və Əhl-i Beytinin yoluna heç vaxtı xəyanət eləməyiblər. Yəni, canı könüldən bu yolu çətin də olsa addımlayıblar, gediblər bu yolu. Və daima günaha bulaşmamağa çalışıblar. Onun üçün də
çətin də olsa bu yolda mömin davam eləməlidir. Və İmam əleyhissalam bu hədisində imanın ən vacib əlamətlərindən birinə işarə edir. İmanın nişanələri çoxdur. Biz inşallah gələcəkdə imanın və həqiqi kamil möminin əlamətlərindən inşallah deyərik, danışarıq. Amma bugünkü İmam Sadiq əleyhissalamdan qeyd elədiyim hədisdə vurğulanan ondan ibarətdir ki, İmam buyurur ki, bizə tabi olmağın və imanın əsas meyarlarından biri möminin günahdan çəkinməkdir. Allahın verək izzət və cəlalına, Allah Taala bizi günahdan çəkirən mömin bəndələrindən qərar versin inşallah. Allahın verək izzət və cəlalına, Allah Taala dünya və axirətdə aqibətimizi xeyirli olan bəndələrdən qərar versin inşallah. Allahın verək izzət və cəlalına, Allah Taala bu cümə günümüzü sonuncu cümə günü qərar verməsin. Allahın verək izzət və cəlalına, Allah Taala bizləri bu günün fəzilətlərindən və dəyərlərindən istifadə eləyə bilən bəndələrindən qərar versin inşallah. Allahın verək izzət və cəlalına, dərgahına astığımız əllərimizi naümid geri qaytarmasın. Çətinlikləri, müşkülləri, hacətləri olan bütün mömin bacı və qardaşlarımızın hacətlərini yerinə yetirsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lem yelid ve lem yulad ve lem yekul lahu kufuvan ahad. Sadaqallahul aliyyul azim.